Bu görüntülər yəqin ki, sizi həmin illərə, Qarabağın ilk dəfə Çempionlar Liqasına çıxdığı mövsümə apardı. Həmin zəfər tarihi yazılarkən də play-offda təmsilçimizin rəqibi Danimarka çempionu Kopenhagen olmuşdu. Nəticəsi hər kəsə bəlli olan iki maçın hesabına əsasən Qurban Qurbanovun komandası ilk dəfə qitənin ən nüfuzlu klub turnirinə yüksəlmişdi. Həmin dövrdə çətin rəqiblər arasında 2 xal toplamağı bacaran Qarabağ bu dəfə artıq ilk maçdan Benficanı üstələyərək 3 xal aktivinə yazdırmağa nail oldu. Çox sevindi və çox danışıldı. Hətta Türkiyə mediasında Qarabağa görə qardaş ölkənin 3 klubu, Galatasaray, Fenerbahçe və Beşiktaş da azarkeşlər tərəfindən tənqid atəşinə tutuldu. Bizim azarkeşlər isə bu cür təriflərin komandaya mənfi təsir edəcəyindən ehtiyatlanır. Amma onu unutmaq lazım deyil ki, bu şəxs nə qədər ki, klubun başında da arxayınçılıq ola bilməz. Tək qorxulu məqam odur ki, son illər Avropada Qarabağ evdə heç də yaxşı təsir bağışlamır. Ümid edirik ki, bu tilsim də Çempionlar Liqasının ikinci turunda Danimarka çempionuna qarşı qırılacaq. Bəs sizcə doğma meydanda ilk Çempionlar Liqası görüşü hansı nəticə ilə yekunlaşacaq? Siz hesab təxminlərinizi şərhə yazın, biz keçək ətraflı rəqib təhlilinə. Kopenhagen olduqca rəngarəng bir kollektivdir. Komandada o qədər müxtəliflik var ki, heyətin 90%-dən qol təhlükəsi gözləmək lazımdır. İlerleyen dəqiqələrdə təqdim edəcəyimiz statistikalarda bunun canlı şahidi olacaqsınız. Qapıçıdan tutmuş sırf hücumçuya qədər hücum qurulmasında hər kəs iştirak edir. Gol və ya asist göstəricilərində isə hücum bölgəsi ilə yanaşı yarım müdafiə və müdafiə xətti də məhsuldarlıq göstərir. Detallı analizə keçmədən öncə sizdən videonu bəyənməyi xahiş edirik və nəzərinizə çatdırmaq istəyirik ki, videolara baxan izləyicilərin 77%-i abunə deyil. Kanala abunə olun ki, biz də hədəfimizə çataq. Kopenhagen Çempionlar Liqasının liqa mərhələsinə yüksələnə qədər Qarabağ kimi eyni yollardan keçib. Onlar ikinci təsnifat mərhələsindən turnirə başlayıb. İlk rəqibi Drita olub ki, Şirlər öz meydanında 2, rəqib meydanında 1 topluq üstünlük qazanaraq mərhələ adlayıb. Üçüncü təsnifatda Danimarka çempionu Malmö ilə üz-üzə gəlib. Səfərdə qol səsi eşidilməsə də Kopenhagen evdə İsveç təmsilçisinə 5 cavabsız qol vurmağı bacarıb. Ən nəhayət play-offda isə təmsilçimizin rəqibi Kopenhagen İsveçrə çempionu Basel ilə qarşılaşıb. Gərgin keçən 2 maçın nəticəsinə əsasən 3-1 qələbə qazanan Ağgöylər qitənin ən nüfuzlu klub turnirinə yüksəlməyə nail olub. Artıq burada da bir oyun keçirən Şirlər bizə tanış rəqib olan Bayer Leverkusenlə qarşılaşıb. Azərbaycanlı hakim Əliyar Ağayevin idarə etdiyi gərgin keçən maçın son dəqiqələrində Almaniya təmsilçisi məğlubiyyətdən xilas olmağı bacarıb. Oyuna baxanlar yəqin görüb ki, Kopenhagen istədiyi vaxt oyun tempini qaldırır və hər cinah keçidinin arxasınca gələn ötürmələri çox təhlükəli hal alır. Əbəs yerə deyil ki, vurulan hər 2 qol cinah ötürməsindən sonra qeydə alınıb. Üstəgəl yaranan təhlükəli vəziyyətlərin əksəriyyəti də cinah keçidlərinin ardınca reallaşır. Kopenhageni 2022-ci ildən 37 yaşlı Danimarkalı mütəxəssis Jakob Nistrup çalışdırır. O, 2013-cü ildən bu komandadadır və aşağı yaş qruplarında işləyərək təcrübə toplayıb. 2021-22-ci illərdə köməkçi məşqçi olan Nistrup daha sonra baş məşqçi təyin olunub. Onun gəlişindən sonra tətbiq etdiyi oyun fəlsəfəsi ilə Kopenhagen daha da təhlükəli komandaya çevrilib. Əbəs yerə deyil ki, onun başçılığı altında klub 2 dəfə Danimarka Superliqasını, 2 dəfə də Danimarka kubokunu qazanmağa nail olub. Bəs onun rəqiblərini təhlükəyə sövq edən hansı taktikası var? Bu hissəni sizlərə oyun zamanı qeydə alınan düzülüşlərdən daha aydın çatdırmağa çalışacağıq. Həm Kopenhagenin hücum quruluşunu, həm də müdafiə planını göstərəcəyik. Əsasən 4-3-3 taktiki sxemindən istifadə edən Nistrup hücuma gedərkən sxemi 4 müdafiəçi, 1-6 nömrə, 2-8 nömrə və 3 hücumçudan qurur. Onun 4-3-3 düzülüşündə oyun qurması orta sahədə axıcılığı və variantları qoruyarkən arxa xəttdə sağlam bir müdafiə təməli yaratmağa hesablanıb. Tək müdafiə yönümlü orta sahə oyunçusu müdafiə ilə bağ yaradaraq oyun tempini müəyyənləşdirir və topu irəlidəki 2 orta sahə oyunçusuna paylayır. Bu 2 orta sahə oyunçuları isə rəqib müdafiəsində boşluqları dəyərləndirərək irəlidə ötürmə edəcək 3 varianta sahibdirlər. Rəqib müdafiəçilər arasında yerlərini alan hücum üçlüsü isə hər zaman istər birbaşa ötürmələrə, istər müdafiə arxasına göndərilən toplara hazır vəziyyətdə dayanır. Bu düzülüş həm də Kopenhagen futbolçularının topu itirərkən sürətli şəkildə müdafiə planına keçməsini asanlaşdırır. Kopenhagen oyunçuları oyun qurma anlarında sürətli rotasiyaya gedirlər. Klub say üstünlüyü yaratmaq, boşluqları dəyərləndirmək üçün düzülüşlər arasında keçid edərək oyun dinamikasını sürətləndirirlər. Nistrup'un məqsədi oyunçuların hər zaman fərdi keyfiyyətlərindən ən yaxşı istifadə edə biləcəyi sahələrdə yerləşdirməkdir. Mütəxəssislər bu yöndə onun düzülüş cəhətdən müxtəlifliyini vurğulayır. Və baş məşqçinin bu müxtəlifliliyi həm topa sahib olmaqları, həm də rəqibin müdafiə xəttini qüsursuz şəkildə pozmaq üçün planladığını bildirir. Məsələn, şəkildə gördüyünüz kimi Kopenhagen adətən sol cinah müdafiəçilərini orta sahəyə çəkərək meydanın mərkəzində say üstünlüyü yaradır. Bu taktiki gedişat meydanın mərkəzini aşırı dərəcədə yükləmələrinə, müxtəlif ötürmə variantlarına və rəqibin ilk pressing xəttini yarmaqlarına kömək olur. Ayrıca cinah müdafiəçiləri yer dəyişmə etdikdə rəqibin oyunçuları onu qarşılamaq üçün təqib edir və stoperin cinah vingerinə ötürmə etməsi üçün boş sahələr yaranır.
Üstəgəl bu məqamda Kopenhagenin cinah müdafiəçisi də ona qoşularaq rəqibin müdafiəçisini 2-nin 1-i epizodlarda tuta bilirlər. Videonun əvvəlində dediyimiz kimi qolların çoxunu da bu klub cinah ötürmələrindən sonra vurur. Və görünən odur ki, rəqibin fikri topu cinahlarda ötürmə verə biləcəkləri sahələrə daşımaqdır. Kopenhagen oyun zamanı cinah vingerini də orta sahəyə çəkərək maraqlı bir taktika işlədir. Sağ cinah vingerinin ortaya çəkilməsi, sağ tərəfdəki 8 nömrənin avtomatik olaraq 10 nömrə mövqeyinə çəkilməsi deməkdir. Bu taktiki gedişlə onlar daha çox topa sahib olur, orta sahədə rəqibə qarşı say üstünlüyü yaradırlar. Üstəgəl belə olduğu halda sağ cinahda müdafiəçi üçün boş sahə yaranır ki, həmin müdafiəçi burada daha da irəli gedərək təhlükəli hücum quruluşunda iştirak edir. Sağ cinah müdafiəçisi irəli getdiyində şəkildə gördüyünüz kimi Kopenhagen avtomatik olaraq üçlü müdafiə sisteminə keçir. Yəni onun qarşı cinahdakı komanda yoldaşı stoperlərin yanına çəkilərək həm sağlam arxa xətt, həm də daha çox geriyə ötürmə variantı yaradılmasında iştirak edir. Daha bir üçlü müdafiə yönü bu şəkildə göstərilən kimi orta sahədə 6 nömrə mövqeyindəki futbolçunun mərkəz müdafiəsinə çəkilməsi ilə yaradılır. Bu həmlədə isə cinah müdafiəçilərinin irəli getməsi ilə daha çox ötürmə variantları sayəsində rəqibi cəzalandırmağı düşünürlər. Bütün bunlara baxdıqda görürük ki, Kopenhagen hücuma keçərkən 3-2-5 və 3-1-5-1 taktiki düzülüşlərindən istifadə edir. Əgər onlar hücumda topu itirərsə, bu düzülüşlər 4-2-4 və 4-5-1 taktiki sxemlərinə dönüşür. Orta sahə və cinah futbolçuları komanda hücumda olarkən rəqibin cərimə meydançasında öz yerlərini alırlar. Şəkildən də göründüyü kimi minimum 4 Kopenhagen oyuncusu cərimə meydançasında top gözləyir. Bu rəqib müdafiəçilərin birəbir müdafiə planını pozmağa və topu ötürən futbolçunun daha çox variant düşünməsinə hesablanan taktiki gedişatdır. Şəkildə başqa bir gizli məqam da odur ki, cərimə meydançasının çölündə 2 Kopenhagen futbolçusu dayanır. Onlar isə rəqib hücumu zərərsizləşdirərkən qayıdan toplara zərbə vurmaq, yenidən topu cərimə meydançasına göndərmək və ya hücumu davam etdirmək vəzifəsini yerinə yetirir. Danışdıqlarımızdan görünən odur ki, Danimarka çempionu hücum və müdafiə planında çox rəngarəng futbol sərgiləyir. Bəs bu cür oyunu tətbiq etməkdə Jakob Nistrup'a hansı futbolçular kömək edir? Biraz da heyətdən danışaraq videonu yekunlaşdıraq. Əvvəlcədən onu bildirim ki, komandada 3 zədəli oyuncu var. Bunlardan biri 8 nömrəli orta xətt oyuncusu Magnus Matssondur. 11 maçda 5 qol 1 asistlə yadda qalan futbolçu son çempionat oyununda iştirak etməyib. Digər zədəli göstərilən oyuncusu Bayer Leverkusenlə maçının ilk qolunda sonadək fədakarlıq göstərərək asistlə yadda qalan sol cinah vingeri Elias Aşuridir. O isə bu mövsüm 11 oyunda 3 qol və 2 asistlə yadda qalıb. Atalanta, Parma və Trabzonspor təcrübəsi olan Andreas Cornelius da zədəlilər siyahısındadır. 31 yaşlı hücumçu bu mövsüm Çempionlar Liqası təsnifatında Drita və Basel klublarına qarşı fərqlənməyi bacarıb. Adı çəkilən hər üç futbolçu demək olar ki, Kopenhagenin əsas silahlarındandır. Kopenhagenin ən bahalı futbolçusu Dortmunddan transfer olunan 5 milyon avro dəyərə malik 20 yaşlı mərkəz hücumçusu Yusufa Moukokou'dur. O, bu mövsüm 16 maçda 4 qol və 1 asistlə yadda qalıb. Ən çox qol vuran və asist edən futbolçuları həm də 5 milyon avro dəyərə malik 10 nömrə mövqeyində çıxış edən Muhammed Elnisidir. 31 yaşlı Norveçlinin aktivində 16 maçda 5 qol və 6 asisti var. Bu futbolçu həm də vaxtilə Qarabağda çıxış etmiş Tarık Elnusinin əmisi oğludur. İkinci ən bahalı futbolçuları 2,5 milyon avro dəyəri olan Jordan Larssondur. 28 yaşlı İsveçli isə bu mövsüm statistikasını 16 maçda 5 qol, 3 asistlə zənginləşdirib. Kopenhagenin müdafiəsində dəyişilməyən adlar mərkəz müdafiəçiləridir ki, 25 yaşlı Braziliyalı Gabriel Pereira və 28 yaşlı Panetlis Hatsiadikos tandemi burada yer alır. Onların hər ikisi bu mövsüm toplamda 3 qol vurmağı bacarıb. Gabriel 2 dəfə, Hatsiadikos 1 dəfə fərqlənib. Cinahlarda isə sağda 22 yaşlı Meksikalı Rodrigo Huescas və 19 yaşlı Fransa və Côte d'Ivoire vətəndaşlığı olan Yoram Zagoy bir-birlərini zaman-zaman əvəz edir. Qeyd edək ki, Yoram Zagoy PSG klubundan icarəyə götürülüb. Nə qədər qəribə olsa da, bu müdafiəçilər də məhsuldarlığını göstərir. Zagoy 7 maçda 2 qolla, Huescas isə 16 maçda 1 qol, 4 asistlə yadda qalıb. Sol cinah müdafiəsində baş məşqçi Jakob Nistrup əsas heyətdə Perulu, Feyenoorddan transfer olunan 25 yaşlı Marcus Lopez əsas heyətdə oynadır. Onun əvəz edicisi isə 30 yaşlı Norveçli Birger Meningdir. Sonuncu adı çəkilən futbolçu çıxdığı 10 oyunda heç nə ilə yadda qalmasa da. Marcus Lopez 13 maçda 1 qol, 2 asistlə fərqlənməyə nail olub. Kopenhagen komandası hücumlarının 29%-ni sol cinahdan, 25%-ni orta sahədən və 46%-ni isə sağ cinahdan həyata keçirir. Topla hərəkətdə olduğu sahələr isə belədir. 27% meydanın özünə aid hissəsində, 42% orta sahədə və 32% meydanın rəqibə aid hissəsində hərəkətdə olurlar. Qapıya zərbələri isə 8% sol cinahdan, 33% sağ cinahdan və ən çox olan 58%-ni isə orta sahədən endirirlər. Buradan da görsənir ki, onlar rəqiblərini daha çox cinah ötürməsindən sonra cərimə meydançasından endirilən zərbələrlə məyus edir. Zərbələrin bölgə statistikası isə bu fikrimizi daha çox təsdiqləyir. Kopenhagen oyuncuları 42% qapıya zərbələri cərimə meydançasının çölündən, 58% isə cərimə meydançasının daxilindən qapıya vururlar.
Bütün bu deyilənlərdən yəqin siz də başa düşdünüz ki, bu rəqib həm oyun baxımından daha çox qəliz bir kluba bənzəyir, həm də Qarabağa tərs rəqiblərdəndir. Üstəgəl ilk Çempionlar Liqası maçında xal itirməkləri onların qələbəyə necə ac olduqlarının göstəricisidir. Amma Qurban Qurbanov və komandası da bu vaxta qədər geninə boluna təcrübəni boş yerə toplamayıb. Komandamızın yeganə çətinliyi orta xəttdə Marko Yankoviçin yoxluğudur ki, ümid edirik məşqçilər heyəti bu boşluğu doldurmaq üçün artıq planlarını çoxdan qurub. Çox güman ki, Kadi Borges onun yerinə çəkiləcək, Leandro Kadi'nin mövqeyində startda oyuna başlayacaq. Sağ cinahda Leandro'nun yerində isə Aleksey Kaşuk çıxış edəcək. Son Araz Naxçıvan maçında Aleksey Kaşuk'un 90 dəqiqə meydanda olması məncə buna işarə idi. Başqa variant olaraq Chris Kouakounun da Yankoviçin mövqeyində oynamaq ehtimalı da var. Biz ehtimallar irəli sürsək də əsl planı oyun günü görəcəyik. Təmsilçimizə uğurlar arzu edərək videonu burada yekunlaşdırırıq. Siz də oyunla bağlı təxminlərinizi və düşüncələrinizi şərh bölməsində yazmağı unutmayın. Bu cür təhlil videolarını daimi izləmək üçün isə kanala abunə olmağı və bildiriş zəngini açmağınız tövsiyə olunur. Növbəti videolarda görüşənədək.